Salamlar. Bugün ÖTK'nın 9. sınıf üçün 5 aprel 2026'da keçirmiş olduğu sınaq imtahanının, buraxılış sınaq imtahanının suallarını izah edirəm. 56-cı suala baxaq. Olduqca rahat suallar düşüb. Yəni bilən şagird üçün yazmaq o qədər də çətin deyil bu suallar incəliklərindən. 56-cı sualda bizdən sinonimləri seçməyimizi istəyir. Yəni yaxın mənalı sözlər. Bu təbii ki də söz ehtiyatını yoxlayır. Brave, cəsur, qoçaq. Courageous, cəsur, qoçaq. Bir doğrudur. Frankly, mehriban, unhappy, bədbəxt. Bunlar nə əks mənalıdır, nə yaxın mənalıdır. 2. Yanlışdır. Kind, mehriban, quick, cəld. Yəni nə yaxın mənalıdır, nə əks mənalıdır. 3-də çıxaq. Olsa 4 qalacaq yerdə. Həm də həqiqətən də sinonimdirlər. Calm, sakit, peaceful, sülhsevər, sakit. Deməli, doğru cavab olacaq E variantı. Çalışın sinonimləri məhz belə sınaqlarda da öyrəndikcə qeyd edin. Çünki gəlib əsl buraxılış imtahanına da düşə bilər. 57-ci sualda biz baxırıq ki, variantlardan sual artikl sualıdır. Tea çaydır, coffee qəhvədir. Çay və qəhvə, yəni içki bildirən sözlər heç vaxt artikl ilə işlənməz. Çünki onlar saymıyan isimdir, qarşılarında artikl istifadə olunmur. Doğru cavab olacaq elə B variantı. 58-ci sualda biz when bağlayıcısı görürük, mürəkkəb cümlədir. Digər tərəfdə isə entered. Biz qaydalı feillərdən bilməliyik ki, bu feil keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda ya keçmiş sadə ilə ya da keçmiş davam edici ilə və ya keçmiş bitmişlə uzlaşır zaman uzlaşmasında, yəni mürəkkəb cümlədə olanda. Digər tərəfdə keçmiş zamana aid bir deməli feil qoymalıyıq. Has played indiki bitmiş. Was playing, bəli, doğru cavabımızdır. Keçmiş davam edici. Will have played, gələcək. Will play, yenə gələcək. Are playing, indiki davam edici. Qardaşım mən otağa daxil olanda atamla şahmat oynayırdı. Keçmişdə müəyyən zaman ərzində davam edən hərəkət. 59-cu sual kəmiyyət bildirən sözlərlə bağlıdır. Ən sadə versiyada gəlib düşüb sınağa. Trafik tıxac deməkdir və saymayan sözdür. A few, many, few cəm isimlərlə işlənir. A lot isimlə işlənməz. A lot çox deməkdir, zərfdir. A lot isimli işlənmək üçün a lot of olmalıydı. Cavabımız qalacaq much. Saymayan isimlərlə biz much işlədirik, çox deməkdir. There was much traffic on the road. Yolda çox tıxac var idi. 60-cı sual mübtəda xəbər uzlaşmasıdır. Bu sualda 9-lara hər il düşür. Dünənki buraxılış imtahanı da düşüb. Bu da sınaq imtahanıdır. Burada da gəlib düşüb və bir eyni tipdə salıblar. Yəni uzlaşma dünəndə söz önü ilə gəlib düşüb. Ona görə də yadınızda saxlayın ki, biz söz önüyə qədərki hissəyə baxmalıyıq. Söz öndən əvvəl mübtəda təkdirsə, xəbərimiz təkdə, mübtəda cəmdirsə, xəbərimiz də cəmdə olacaq. Kinds növləri deməkdir. Cəmdədir. Cəm xəbərlərimiz will be, were, are. Yəni D variantı olacaq. 1 və 3 yanlışdır. Onlar təkdədir. Məhcum növ sualı yenə gəlib düşüb buraxılışın özünə də. Biz görürük ki, aşpaz dadlı yemək bişirdi. Aşpaz nəyi bişirdi? Dadlı yeməyi. Xəbərdən sonraki isə tamamlıqdır. Məlum növlü cümlənin tamamlığı məhcum növlü cümlənin mübtədası olacaq. Feil keçmiş sadə zamanda olduğu üçün keçmiş sadə zamanda to be feili ya was ya were. Tamamlığımız təkdə olduğu üçün was və feil də elə keçmiş sadə zaman formasından məlumdur ki, qaydalı feildirsə bunun digər növü də qaydalıdır. Yəni past participle to, feil sifət 2 növü də qaydalıdır. Elə cooked olacaq. A delicious meal, baxın gəlin was'ları saxlayaq. Was cooked by the chef. Burada da by tərəfindən deyə tərcümə olundu. Yəni dadlı yemək şef, aşpaz tərəfindən bişirildi. Was'la bin işlənmir, izlə bin işlənmir. İndiki sadə və keçmiş sadə, hətta gələcək sadənin də məhsul növündə deməli, bin söz önüsü istifadə olunmur. Gəlin baxaq 62-ci suala. The movie was exciting and everyone enjoyed watching it. Öncəliklə cümləni tərcümə edəcəm. Film həyəcan verici idi və hər kəs bunu izləməkdən zövq aldı. Enjoy zövq almaq, xoşlamaq deməkdir. Bizdən antonim, yəni sözün əks mənalısını istəyir. Olacaq hated, nifrət etdi, disliked, bəyənmədi. Loved, sevdi, sinonim. Appreciated, bəyəndi, yüksək dəyərləndirdi, sinonim. Admired, heyran oldu, sinonim. Əks mənalı cavab D variantı. 63-cü sualda elə birinci gəlin variantlara baxaq ki, nə sualıdır? Conjunction, bağlayıcı, çox rahat, bu da düşür.
bağlayıcı, məchul növ, zamanlar, isim, uzlaşma, söz önü, bir də sinonim, antonim, definition hər il, hər zona 9-cu sinif buraxılış imtahanlarına mütləq düşür. Dünənki buraxılış imtahanında düşüb və bu da buraxılış sınaq imtahanında OTK-nın burada da öz əksini tapır. Biz baxdıq ki, variantlardan bizim Naize not bağlayıcımız var. Osent bağlayıcımız da var. Amma Aize and bağlayıcımız yoxdur. Olmalıydı Aize od. C-ni çıxdıq. D-də Naize od yox, Naize not bağlayıcımız var. E-də də Aize not yox, Aize od bağlayıcımız var. E-ni də çıxdıq. A və B arasında qaldıqda unfortunately, bədbəxtlikdən Helen nə fransız dili bilirdi, nə ingilis dili bilirdi. Ya cavab budur, ya da bədbəxtlikdən Helen həm fransız dili bilirdi, həm ingilis dili bilirdi. Xeyr, bu bədbəxtlikdən yox, xoşbəxtlikdən olardı. Yəni, fortunately olardı ki, hər ikisini bilir. Deməli, düzgün cavab olacaq burada tərcümə ilə A variantı. Söz önünü seçin, çox rahat düşüb. Came gəldi, later məktub. Məktub Mr. Nixon'a gəldi, to. A, ya, Y. Mr. Nixon'dan gəldi, deməli. Dan, gəlin baxaq. Bir də Mr. Nixon üçün gəldi, üçün. Cavab olacaq, deməli burada 1, 2, 5, C variantı. Ət və on niyə olmaz? Ət məkan verilən sözlərlə işlənir. Daha dər deməkdir. Məsələn, at school məktəbdə. Onda həftənin günlərindən işlənir, tarixlə işlənir, üstündə deməkdir. Məsələn, on the table, stone üstündə. Yəni, insan adının qarşısında tərcümələ uyğun deyil. Cavab olacaq C variantı. 65-ci sual. Düzgün modal feilləri seçin. Gəlin birinci baxaq görək hansı modal feil səhvdir. Hasn't to. Çünki have to, has to, had to'nun inkarı doesn't have to və don't have to keçmişdə də didn't have to olmaqla düzəlir. İkini gəlin çıxaq variantdan. Qalaq 3 variantın arasında. Elə 5 doesn't have to düzdür. Must not da düzdür, should da düzdür, must da düzdür. Normalda bəzən inkarı daha çox qoyurlar və ya təsdiqi daha çox qoyurlar. Deyirik ki, daha çox hansıdırsa o düzdür. O taktika işə yarar imtahanda, ingilis dilindən danışıram təbii ki də. Lakin burada ya ki dənə təsdiqdir, ya ki dənə inkardır. Ona görə də biz tərcüməyə baxmalıyıq. Təkcə modal feili bilmək bizə işimizə yaramadı. Tolerant nədir? Dözümlü olmaq. Hər kəs digər mədəniyyətlərin adətlərinə, ənənələrinə qarşı dözümlü olmalıdır ya da olmamalıdır. Əlbəttə ki, olmalıdır. 1 və 3 doğru cavab B variantıdır. 66-cı sual. Biz baxırıq ki, burada faktor, yəni isim var. İsmin qarşısında mütləq artikl olmalıdır və cavab B qalır. Amma belə niyə səhvdir? Burada yenə artikl yoxdur deyə unimportant olmalıdır. Çünki sifətin iki səsi ilə uzlaşacaq. Üstünlük dərəcəsində Z olmalıdır, onsuz da B düzdür. Biz də sifətin üstünlük dərəcəsində D artiklını ismə görə qoyduq. Çünki axı sifət ismə aid olur. İsmi də biz tək yaza bilmədik. Matchdan sonra müqayisə gəlməli idi. Match more important. Buna görə yanlışdır. Bəs eyniyə yanlışdır, qudluş düzdür. Amma eyni çox vaxt çaşdırmaq üçün qoyurlar. Cümlədə başqa bir müqayisə yoxdursa, müqayisə göstəricisinin o məşhur zən bağlayıcısı yoxdursa da müqayisədən qaçın geçsin. Deyir ki, qlobal istiləşmə havaya təsir edən ən vacib deməli faktordur. 67-ci sual. Düzgün sözü seçin. Nick həmişə işə vaxtında gəlir. Nick istedadlıdır. Xeyr. Nick maraqlanandır hər şeylə. Xeyr. Nick egoistdir, özünü düşünəndir. Xeyr. Nick tənbəldir. Xeyr. Nick dəqiq insandır. Punktual. 68-ci sual. Düzgün izahları seçin. To succeed, uğur qazanmaq. To give a prize, mükafat vermək. Uğur qazanmış insan mükafat alan insandır. Give yox, receive olmalıydı. Çünki receive də nəyisə qəbul etməkdir. Tabii biz ora buy yaza bilmərik də. Yəni buy puldan almaqdır, satın almaqdır. To display, paylaşmışam YouTube kanalımda. Bir də bunun sinonimdə mən paylaşmışdım. Demonstrate. To show something to people. Bəli, göstərmək, nümayiş etdirmək. 2 tamamilə doğrudur. 3. To scold. To criticize angrily. Bu da sizi çaşdırmasın, tənqid etmək. Çünki tənqid etmək həmişə pis mənada işlənmir. Amma burada onsuz da yazıbdır ki, baxın göstərmək üçün. To criticize yazsaydı bu ikili məna daşıyardı. Qəzəblə tənqid etmək. Yəni danlamaq. Çünki tənqid müsbət mənada ola bilər. Etikadan kənara çıxmadığı müddətcə. To trust, to keep at the same level. Eyni səviyyədə qoyub saxlamaq. Xeyr. To trust, to believe in somebody. Kiməsə inanmaq deməkdir. 69. Əziz Filip, mən bir həftədir ki, Vaşinqtonda olmuşam. Bu da əyləncəli idi, əyləncələ doludur. Muzeylər
əladır. Mən Milli Qalereyaya getdim. Bu fantastik, yəni möhtəşəm idi. Lakin orada çox isti idi. Bill. Deməli Bill Filip bəyə yazır. Deyir ki, məktubun məqsədi nədir? İnformasiya, məlumat soruşmaq. Heç nə soruşmadı axı. Milli Qalereyaya getməyi təklif etmək. Baxın, çaşdırmasın. Təklif etsəydi deyərdi ki, I want you to visit National Gallery. Belə bir şey deyərdi ki, istəyərdim ki, sən də baş çəkəsən. Təklif etmədi. To ask Bill to visit Washington. Baxın, yəni mən C-yə yazdığımdır. Ya, bu da yazdığım C-yə yazılır. Xeyr, bunu da istəmədi bizdən. To inform about spending time in Washington. Bəli, Washingtonda keçirdiyi həftə haqqında danışdı ki, bir həftədə olmuşam, əyləncəlidir, amma istidir. Bir də Milli Qalereyaya getdim, muzeylər də əla idi, hər şey möhtəşəm idi. Fantastik hekayələr bölüşmək. Xeyr, burada hər bir hekayə bizlə bölüşmədi. Hekayə odur ki, başına gələn maraqlı bir əhvalatı danışsın. Elə bir informasiya yoxdur. 70-ci sual ilə davam edirəm. Due to snowfall, train delays and cancellations are possible. Qar yağmağına görə, yəni bu ucbatından, bu səbəblə qatar gecikmələri, qatarın ləğv olma, yəni ehtimalı mümkündür. Please check the schedule for up-to-date information about your train routes. Zəhmət olmasa deyir, qatar saatları barəsində yenilənmiş informasiya üçün cədvəli yoxlayın. Yəni buradan başa düşdük ki, qar yağıbdır. Bizim uçuşumuz ləngiyə bilər, ya tamamilə təxirə salına bilər, ləğv ola bilər. Biz gələ tez-tez yoxlayaq. Baxın, arada deyir ki, növbəti qatar gecikir. Növbəti qatar demir. Onsuz da bu gecikəni deyir, yoxla ki, görən nə vaxt olacaq o. B-də no need deyir to check the schedule. Yoxlamağa ehtiyac yoxdur. Xeyr, check the schedule. Yoxla deyir. B-ni çıxaq. C-də all yazıbdır. Bütün qatarlar ləğv olunub, yanlışdır. D-da heç qar yağması olmayacaq, yəni heç qar yağmayacaq. Onsuz da bu da qar yağmağına görə deyir. E-də the train schedule may change. Bəli, 50% ehtimaldır. May 50-50'dir. Ehtimal var. Ola bilsin ki, dəyişər. Çünki ehtimaldır, mümkündür, gözləniləndir. 71-ci sual. I will do my best to win the race. Do my best kiminsə əlindən gələn ən yaxşısını etmək deməkdir. Mən yarışı qazanmaq üçün əlimdən gələn ən yaxşısını edəcəm. Gəlin bunu Azərbaycan dilində izah edim sizə. Yəni mən bunu qazanmaq üçün əlimdən gələn müsbət mənada hər bir işi, hər şeyi görəcəm. Bu da D variantındadır. E-də deyir ki, yarışı qazanmaq barəsində mən şübhə duyuram. Doğru şübhədir. Yəni bu insan deyir, mən hər şey edəcəm, özünə inanır. Mənim üçün yarışı qazanmaq qeyri-mümkündür. Xeyr. Bu da səhvdir, useless, mənasızdır deyir, nəsə etmək deməli, yarışı qazanmaq üçün. Bu da yanlışdır, çünki yarışı qazanmaq üçün əlimdən gələni edəcəm deyən bir insan üçün nəsə mənası ola bilməz. Mən yarışda iştirak etməyi rədd edirəm, C-də səhvdir. Gəlin baxaq mətnə mən sizin üçün tərcümə edim. Təbiət gözəldir, lakin tez-tez sözlərlə təsvir etmək çətindir. Bizim həyatımızda çox vacib rol oynayır. Təbiət yer kürəsinin vacib mənbəsidir. Çünki bizim ehtiyacımız olan hər şey təbiətdən gəlir. Bütün təbii elementlər əlaqəlidir. Onlar asanlıqla əvəz oluna bilmir. Bununla belə insan işləri təbiəti tez-tez zərərləyir. Daha doğrusu zərər vurur təbiətə. İnsanlar tez-tez sənaye və ya gündəlik həyatda təbii maddələrdən istifadə edir. Bu da təbiətin öz əsl formasını, gözəlliyini məhv edir. Nəticədə təbiətin keyfiyyəti, ətraf mühitin keyfiyyəti getdikcə pisləşir. Hava və su çirklənməsi də ətraf mühitə dəyən zədənin, ziyanın başlıca səbəbləri arasındadır. Təbii fəlakətlər, vulkan püskürmələri, daşqınlar, zəlzələlər kimi təbii fəlakətlər də ciddi zədə almağa səbəb olur həmçinin. Buna deməli, baxmayaraq, təbiətin insan sağlamlığında müsbət təsirləri var. Bu çox yollarla həyata dəstək olur. Misal üçün, bir dənə tam yetkin ağac təxmini 10 insan üçün kifayət qədər oksigen istehsal edir. Yadınızda saxlayın ki, about sözü rəqəmlərlə işlənirsə təxminən mənasını daşıyır. Digər halda haqqında deməkdir. Böyük meşələr, böyük şəhərləri və kiçik şəhərləri təmiz hava ilə təchiz edir, təmin edir. Təmiz hava və günəş işığı insanların daha yaxşı hiss etməyinə kömək edir. Buna görə də çox insan istirahət üçün, dincəlmək üçün təbii yerlər seçir. Və bəzi ailələr də öz uşaqlarını kənd ətrafı ərazilərdə, şəhərdən uzaqda yetişdirməyi, böyütməyi üstün tutur. Yəni bunu seçir. Mətnə görə hansı informasiya yanlışdır? Deməli, false yanlış deməkdir.
Meşələr insanı oksigenlə təmin edir. A variantı doğrudur. B-də insan fəaliyyətləri ətraf mühitə zərər verə bilir. B doğrudur. C-də təbiət insan həyatı üçün deməli vacibdir. Doğrudur. Təmiz hava sağlamlığa yaxşıdır. Doğrudur. Təbiət heç vaxt zərər vurmur. İnsanlara təbiət insanlara zərər vurur. Təbiətdə olan təbii fəlakətlər. Baxın, zəlzələlərdir, daşqınlardır və s. bunlardır. Yəni E variantı səhvdir. Çünki o təbii hadisədir. O insan əlindən baş vermir. 73-cü sual. Bir ağac deməli sufficient, baxın, kifayət qədər deməkdir. Yəni kifayət qədər, enough-ın elə sinonimi kimi götürə bilərik. Oksigen israf edir. For about 10 people. Elə mətndəkin eynisini gətirib salıblar. Təxminən 10 insan üçün oksigen istehsal edir bir ağac. Suala mətnə görə düzgün cavab verək. Nə üçün çox insan tətil üçün təbii yerləri seçir? Çünki daha ucuzdur. Yanlış, deməli, daha ucuz deyəndə ki, yəni bu bizim mətndə qeyd olunan, baxın, burada düzgün variant yaza bilərlər, amma mətndə qeyd olunanı biz tapmalıyıq. Çünki according to the passage deyir. Yəni mətnə əsaslanmağı unutmuruq, əziz abituriyentlər. Because nature has positive effects on health. Çünki təbiətin insan sağlamlığının üzərində müsbət təsirləri var. Deməli, bəli, düzdür. C-də çoxlu faktor, zavodlar, fabriklər var orada. Ümumiyyətlə, heç ondan danışmadı. Həm də o tətil üçün bir səbəb ola bilməz. Çünki əksinə onlar havanı kirləndirir, yəni çirkləndirir. Təbii o, deyək də, havaya buraxılan fabrik, zavodun üstüsü. D variantında, çünki şəhərlər insanlar üçün təhlükəlidir. Şəhərlər insanlar üçün təhlükəli ola bilər bəzi səbəblərdən. Amma bu mətndə qeyd olunmayıb ki, şəhər təhlükəlidir, biz kəndə gedək. Kəndin, daha doğrusu təbiətə gedək də, təbiətin sadəcə müsbət təsiri var. O qeyd olunub. E-də insanlar günəş işığını xoşlamır. Xeyr, bu da səhvdir. Mətn nə haqqındaydı? Deməli, mətn təbiətin insana təsiri haqqındaydı əlbəttə ki, şəhər və kəndlərdə həyat olmaz. Dünyada bütün təbii elementlər, dünya ətrafında təbii fəlakətlər, müxtəlif ölkələrdə meşələrin gözəlliyi, xeyr. Düzgün deməli fikirləri seçin. Polluted air and water are the main causes of environmental degradation. Degradation, degradasiya, yəni çürümədir. Təbii deyil, çürümənin başlı səbəbləri çirklənmiş hava və sudur. Götürə bilərik, hələ ki baxacağım. By using natural resource in industry, people improve their original form and beauty. Bu yanlışdır. Çünki inkişaf etdirmir. Deyil, təbii mənbələrdən sənayedə inkişaf istifadə etməklə insanlar əsl formanı, gözəlliyi inkişaf etdirmir. Destroy, dağıdır orada, zərər verir, damage. İkini biz çıxacağıq. Nature can not only help people but also cause disasters. Disasters fəlakətlərdir. Təbiət sadəcə insanlara kömək etmir, nəinki insanlar kömək edir, həmçinin fəlakətlər səbəb olur. Bəli, 3 doğrudur. 4. Depletion of natural resource contributes to the improvement of the environment. Yəni, burada da biz baxanda deməli, bu cümləyə, burada da 100% ki, yanlış olacaq. Çünki adətən deməli, belə suallarda 2 variant düz çıxır. Yəni də axırıncıya da biz baxaq. Deməli, depletion olacaq, hansı ki, azalma. Deyir ki, təbii mənbələrin azalması ətraf mühitin inkişafına töhfə verir. Xeyr. Əksinə, töhfə vermək yəni müsbət nəsə bəxş etmək deməkdir, inkişaf etmək, kömək etmək deməkdir. Əksinə, təbiətin inkişafına ziyan vurur. Doğru cavab oldu 1-3. Esseni ayrıca shorts bölməsində bölüşəcəm. Daha çox izahlar üçün kanalıma abunə olmağı unutmayın. Suallarınızı şərh bölməsində qeyd edə bilərsiniz. Sadəcə lisinqi saxlayıram. Onun dinləməsi olmadığı üçün görüşərik növbəti videoda. Sağ olun.